Şamaxıda 27 sentyabr Anım gününün 5-ci il dönümü qeyd olunub. Anım gününə həsr olunmuş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib. Tədbirin rəsmi hissəsində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Şamaxı Cümə Məscidinin axındı Hacı Mərhəmət Mustafayev, rayon sakinləri, şair Şəhriyar Delgerani, şəhid valideynləri Rıza Nəbiyev, Qənirə Quliyeva, Sübhan Allahverdiyev və Vətən Müharibəsi qazisi Elvin Məmmədli çıxış edərək qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini yad edib. Onların keçdiyi şərəfli yoldan söz açıb. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqın və ordunun birliyinin daim olduğunu vurğulayıb. Azərbaycan bayrağının suveren ölkəmizin ərazisində əbədi qürurla dalğalandığını bildiriblər. Ölkəmizin hər bir yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə başsağlığı verilib.